Uzak diyarlarda Güzgüler Vadisi adlanan sehirli bir alem var idi. Bu alemde her şey parıldayır, daşlar belə ışık saçırdı. Vadinin en maraqlı sakini ise Civi adlı qəribə bir element idi. Civi adi varlıklara bənzəmirdi. O axırdı, qaçırdı, qaçdıkca gülürdü. Heç kim onu bir yerdə saxlaya bilmirdi. Dayan Civi, deyə dostları səslənərdi. Amma Civi gümüş kimi parıldayaraq mən civəyəm, mən axan metalam deyib yenə sürüşüb gedərdi. Bir gün vadidə soyuq külək əjdahası peyda oldu. Hər şeyi dondurur, işığı söndürürdü. Daşlar qorxudan titrəyirdi. Əjdaha Civini görüb təəccübləndi. Metal olub necə axırsan? Civi gülümsədi və dedi: "Mən xüsusi metalam. Məni tanımaq üçün diqqətli olmaq lazımdır." Əjdaha Civini tutmaq istədi, amma Civi minlərlə gümüş damlaya bölünüb hər tərəfə yayıldı. Əjdaha çaşqınlıq içində geri çəkildi. Vadinin müdrik alimi dedi: "Civə güclüdür, amma təhlükəlidir. Ona toxunarkən ağıllı və ehtiyatlı olmaq lazımdır."